Ha, 55 nömrəli testə baxırıq. Deməli, Koderadan informasiyanın kodlaşdırılması mövzusundan 55 nömrəli testi. Deyir ki, 258 səhifəli sənədin ilk və son səhifələrinin hər birində 20 kilobaytlıq qrafik təsvir var. Əgər bunun ümumi 258 səhifəsi varsa, bunun ilk və son səhifəsində, yəni birinci və sonuncu səhifəsində, yəni belə çıxır ki, iki dənə səhifəsində 20 kilobaytlıq şəkil var, qrafik təsvir. Ona görə də V qrafik təsvir, belə yazıram, bərabərdir. Deməli, iki dənə səhifədə idi və 20 kilobaytlıq bir şəkil idi. 2-ni vurdum 20-yə, bu bizdə elədi 40 kilobayt. Daha sonra deyir ki, qalan səhifələrin hər birində qalan səhifəmiz nə qədərdir? Əgər bizim 258 ümumi səhifəmiz var idisə, 258 səhifədən çıxdım mən 2 səhifəni, çünki 2 səhifədə şəkil idi də. Yerdə qaldı 256 səhifə. 256 səhifə. İndi ki, qalan səhifələrin hər birində, yəni 256 səhifədə 32 sətir, hər sətirdə 16 simvol var və əlifba, məlumdur ki, əlifbada da bir simvolun informasiya həcmi 8 bitdir. Yəni, söhbət deməli V mətnindən gedir də, mətn informasiyasından gedir. V mətn də bərabərdir. Həmin 256 səhifəni vururam, deməli, 32 sətirə, sonra vururam 16 simvola və bir simvolun informasiya həcmi də 8 bitdir. Vururam 8 bitə. Bax, bunu da nəyin əsasında yazıram? Bir daha burada qeyd edəcəm. Bizim, deməli, V bərabərdir, sətir, vur səhvə, vur simvol, bir də vurulsun I. I də əlifbadakı bir simvol informasiya miqdarıdır. Bax, bu düstura əsasən biz burada verilənləri bir-birinə vurduq. İndi davam edək. Deməli, 256 vur 32 vur 16 vur 8 bit. Vurduq bunu da belə. İndi mənə deyir ki, bu sənədin informasiya həcminin neçə kilobayt olduğunu müəyyən edin. Bu sənəd deyəndə, sənəddəki biz şəkili dediyim kimi ayrıca hesablayırıq. Şəkili ayrıca hesablayırıq. Mətni də ayrıca hesablayırıq və sonda sənəd olaraq bunu toplayırıq. Deməli, bizdə də kilobaytla istəyir cavabı. Şəklimiz onsuz da kilobaytlandır. Mətni də kilobayta gətirməliyik. Bunun üçün, bax, 256 vur 32 vur 16-nı bitdən kilobayta keçəndə bölürəm 2 üstündə 13-ə. 2 üstündə 13-ə böləndə bərabərdir. Yuxarıdakılar da 2-nin qüvvəti ilə yazası olsaq, 256 2 üstündə 8-dir, 32 2 üstündə 5-dir, 16 2 üstündə 4-dür, 8 2 üstündə 3-dür. Aşağıda da var 2 üstündə 13. Hamısı bitləndi. Yuxarı da, aşağıda. Bərabərdir. Deməli, 8, 5, 13, 13 üstə də 7 gələndə edir 2 üstündə 20. 2 üstündə 20-ni bərabərdir, buradan yazıram. 2 üstündə 20-ni 2 üstündə 13-ə böləndə əsas olduğu kimi qalır, qüvvət üstlərə çıxılır. 20-dən 13 çıxanda edir 7. Bu da edir nə? 128. Deməli, bizdə cavabımız olacaq nə? 128 kilobayt. Bu bizdə mətn informasiyasıdır. Mən dedim ki, bizə sənəd deyirsə əgər, mətnlə şəkil toplamalıyıq. Ona görə də 128-in üzərinə təzədən mən bir də 28 kilobaytın üzərinə yuxarıdakı şəklin həcmi 40 kilobaytı gəlirəm. Bu da mənə verir nə? 168 kilobayt. Cavabımız olur D variantı. Bu 55 nömrəli test. Sonra keçək 56 nömrəli testə. 56 nömrəli testdə deyir ki, 516 səhifədən ibarət sənədin ilk 4 səhifəsində. Aha, indi sənədimizi yeniləyək, keçək 56 nömrəli testə. 56. Deməli, bizim 516 səhifəmiz var və bu sənədin, səhifəli sənədimiz var. Bu sənədin ilk 4 səhifəsində 512, vur 512 piksel və 256 rəng çalarlı paletrayla rənglənmiş qrafik təsvir var. Əgər qrafik təsvir deyirsə, baxın, qrafik təsvirin həcm düsturunu avtomatik yazıram bura. V bərabərdir, A, vuraq B, vuraq N. Burada A, B, bax, buradakı piksellərdir. Hal-hazırda burada 512, 512 verilibdir. N isə bir rəngin bitlə miqdarıdır. Rəng çaları əgər 256 veribsə, yəni böyük N bərabər 256 veribsə, biz buradan bilirik ki, N bərabərdir 2 üstündə N düsturuna əsasən, əgər böyük N yerinə 256 yazsam, 256 bərabər 2 üstündə N də bərabər 8 bit olur. İndi, bax, buna əsasən biz V qrafik yazıram bura, V qrafik təsvir bərabərdir. Yəni qrafik təsvir demək istəyirəm. Deməli, bu 516 səhifəli sənəd idi, amma bunun ilk 4 səhifəsindədir. Yəni, 4 dənə səhifəsində şəkil var. Ona görə də 4 vurulsun. 512 vuraq 512, laf belə yazıram. 512 vurulsun 512. Bunlar hansı ki, bax, bu düsturdakı A və B-dir də. Bir də 256 rəng çalarlarını burada göstərdik ki, 8 bitdir. Bir də vururam 8 bitə. 8 bitə bərabərdir.
E, Bu burada cevabı bizdən megabaytını istəyəcək və ümumi sənədin həcmini istəyir də. Ona görə də elə biz bunu buradan bitdən megabayta keçə bilərik. Bitdən də megabayta keçəndə bölürük 2 üstündə 23-ə. Bərabərdir. Bax, bərabər. Buradan qoy davam edirəm. Lap yuxarıdakıları 2-nin qüvvətinə yazaq. 4 özü 2 üstündə 2-dir. 512 2 üstündə 9-dur. O birisi 512 yenə 2 üstündə 9-dur. 8 də 2 üstündə 3-dür. Aşağıda da 2 üstündə yenə 23 var. Bərabərdir. 9, 9, 18, 2 də bu 20, 3 də bu 23. 2 üstü 23-ü də 2 üstü 23-ə böləndə bizə 1 verir. Və yaxud da ki, 2 üstü 23 çıxaq 23 bizə 2 üstündə 0 verir. O da 1 deməkdir. 1 megabayt. Deməli, qrafik təsvirə biz tapdıq 1 megabayt. İndi məsələn davam elətdirirəm. Deyir ki, digər səhifələrin hər birində isə digər səhifələrimiz nə qədərdir? Bizim cəmi 516 səhifəmiz vardı da, 516 səhifəmiz var idi. Bundan çıxdım ilk 4 dənə səhifəsini. 4 səhifəni çıxanda yerdə qaldı 512 səhifə. Ona görə də mənim digər səhifələrim artıq 512 səhifədir. 512 səhifədir. İndi də digər səhifələrin hər birində isə 64 sətr, hər sətrdə 32 simvol var və Unicode'da yazılmış bu sənədin informasiya həcminin 2 megabayt olduğunu hesablayın. Mən baxıram ki, artıq ikinci hissəsində bunun digər səhifələrində mətn informasiyasıdır. Ona görə də yazıram V mətn bərabərdir. V mətn bərabərdir. Digər səhifələrimiz olmuşdu 512. 512-ni vururam 64 sətrə, yenə vururam 32 simvola və Unicode'da dediyinə görə biz artıq bilirik ki, Unicode'da bir simvol 2 baytdır və yaxud da ki 16 bitdir. Vurdum 2 bayta. Yenə megabayt dediyinə görə mən baytdan megabayta keçmək üçün bütün bu yazılanları bölməliyəm 2 üstündə 20-yə. Bu da bərabərdir. Yenə yuxarıdakıları 2-nin qüvvətinə yazaq. 512 2 üstündə 9-dur, 64 2 üstündə 6-dır, 32 2 üstü 5-dir, boyda da 2-dir, aşağıda da 2 üstündə 20. Bərabərdir. Deməli, 9, 6 eləyir 15, 15 üstündə 5 gəlir 20, bu da 21. 2 üstündə 21 yuxarıdadır, 2 üstündə 20 aşağıdadır. Bu da bərabərdir, çıxanda verir 2 üstündə 1, o da bərabərdir 2. 2 megabayt da bu. Deməli, yuxarıda tapdıq 1 megabayt, yəni şəkil informasiyası, qrafik təsvir 1 megabayt idi, mətn informasiyası 2 megabayt idi. Bizdən də bu sənədin ümumi informasiya həcmini istədiyinə görə, həmin 1 megabaytla bu mətndən tapdığımız 2 megabaytı toplayıram, cavab olur 3 megabayt. Bu da bizdə olur nə? C variantı. Bu da oldu 56 nömrəli test. İndi keçək 57 nömrəli testə. 57-də deyir ki, 10 səhifəli kitabın hər səhifəsində x sayda simvol və 20 kilobaytlıq qrafik təsvir var. Kitabın informasiya həcmi 700 kilobayt olarsa, onun hər səhifəsindəki simvolların sayını tapın. Kitab özü də ASCII-də kodlaşdırılıbdır. Keçək indi deməli 57 nömrəli testə. Deməli, 10 səhifəli kitabdır və bu kitabın hər səhifəsində həm simvol var, yəni mətn məlumatı var, həm də şəkil məlumatı var, yəni qrafik təsvir var. Ona görə də yenə də mən burada mətn məlumatını ayrıca yazmalıyam, şəkil məlumatını da ayrıca yazmalıyam. Yəni qrafik təsviri. Bax, yazıram bura. Bax, V mətn bərabərdir. Altdan da yazıram V qrafik təsvir bərabərdir. Bu M hərfidir. Deməli, bu 10 səhifəlik kitabdır. 10 səhifəlikdir. Hər ikisi üçün 10 səhifədir. Yəni, şəkil üçündə, mətn üçündə 10 səhifəlik kitabdır. Və bu 10 səhifəlik kitabın hər səhifəsində x sayda simvol var. Bunu vururam. Mətn, əlbəttə ki, simvol mətnə aiddir. Bunu vururam x sayda simvola. Və 20 kilobaytlıq qrafik təsvir var. Qrafik təsviri də bax buradaydı. Vurdum bura 20 kilobayta. Sonra mənə deyir ki, deməli, kitabın ümumi həcmi 700 kilobaytdır. Yəni, mətndən, şəkilin, qrafik təsvirin həcmi bir yerdə, yəni cəmlənərsə bir yerdə həcmi bizə 700 kilobayt verir. Və biz bu x-i tapmalıyıq. Yəni, simvolların sayını tapmalıyıq. Və kitab özü də ASCII-də kodlaşıbdır. ASCII-də biz bilirik ki, bir simvol 1 baytdır. Və simvol məlumatını, ona görə mətn məlumatını vururam 1 bayta. Bunu da 1 bayta vuranda heç bir şey dəyişmir. Elə 10x formasında olur, amma baytlandır da bu. Çünki onu birə vuranda elə 1 edir. İndi bunların da ümumi həcmi mənə 700 kilobayt verir. Baxın, burada yazıb 700 kilobayt. Ona görə mən bunları toplamalıyam. Yəni ki, baxın, V mətn, üstə gəlsin, V qrafik təsvir ümumi həcmə bərabərdir. Ona görə də bax, bunların dəyərləri olan 10x-lə bunu da yazmalıyam. Onu da 20-yə vuranda edir nə 200.
200 kilobayt da bu eləyir. Bunları toplasam mənə 700 kilobayt verməlidir. Ona görə də altdan yazıram. 10x üstə gəlsin 200 kilobayt bərabərdir 700 kilobayta. Buradan da deməli bu adi bir dəyişənlik xətti təmizdir. Bunu həll etmək üçün dəyişənləri bir tərəfə, ədədləri digər tərəfə yığırıq. Ona görə də 10x qalır bərabərliyin bir tərəfində bərabərdir. Bax, buradakı dəyişəni bərabərliyin digər tərəfinə keçirəndə işarəsi dəyişir. Əgər müsbətsə mənfi olacaq. Ona görə də 700 kilobayt olduğu kimi yerində qaldı, amma 200 mənfi olur. Ona görə çıxaq 200 olur. Bu da kilobaytla hər biri. 10x də bərabərdir. 700-dən 200-ə çıxanda olur 500 kilobayt və x də bərabərdir. Deməli, x də bərabərdir. Mən bu 500 kilobaytı bölməliyəm 10-a. Ancaq 10 məndə əlbəttə ki, baytla idi. Baxın, bax, biz burada bayta vurmuşduq deyə. Bax, bu ifadələr bizə baytla idi. Ona görə də 500 kilobaytı 10 bayta bölən zaman mən bu kilobaytı bayta gətirməliyəm. Ona görə də 500-ü vururam. Kilobaytdan bayta keçəndə 200 10-a vururam. Vururam 200 10-a, bölürəm 10-a. Aşağıda elə baytlandır. Burada da bu 500-ün sıfırı ilə 10 ixtisar gedə bilir. Yerə qalır nə? 50 vurulsun 2 üstündə 10. Baxıram, bu da məndə C variantında veribdir. Daha bunu dəyişmirəm. Cavab olacaq C variantı. Oldu 57. İndi 58 nömrəli testə baxaq. 58-də də deyir ki, qrafika ifadəsinin ASCII kodlaşdırma sistemində informasiya həcmi ilə 256 simvolu əlifba sistemindəki informasiya həcminin cəmini baytla tapın. Deməli, mənim ifadəm qrafika sözüdür. Bunu silək. İfadəmiz qrafika sözüdür. 58 nömrəli. Qrafika sözüdür. Qrafika. Bax, bu qrafika sözünün birinci hərflərini sayıram. Hərflərin sayı nə qədərdir? 2, 4, 6, 7 dənə. Deməli, 7 dənə simvolu var bunun. 7 simvol. İndi bu qrafika 7 simvolun, yəni qrafika sözünün həm ASCII kodlaşmasında həcmini tapmalıyam, həm də 256 simvolu əlifbada həcmini tapmalıyam. Sonra bunları cəmləməliyəm. Çünki məsələdə mənə deyir ki, baxın, qrafika ifadəsinin ASCII kodlaşdırma sistemində informasiya həcmi ilə 256 simvolu əlifba sistemindəki informasiya həcminin cəmini tapın. Yəni, buradakı həcmlə buradakı həcmi ayrı-ayrı tapmalıyam, onları cəmləməliyəm. Ümumiyyətlə, biz bilirik ki, mətn informasiyası, söhbət əlbəttə ki, ASCII kodlaşması deyirsə, əlifba deyirsə, mətn informasiyasından gedir. Mətn informasiyasında həcm düsturu V bərabərdir, M vurulsun I-dir. Burada V həcmdir, M mətn məlumat simvoldur, I isə əlifbadakı bir simvolun informasiya miqdarıdır. Buna uyğun olaraq da verilənləri yerinə yazası olsam əgər, deməli, birinci ASCII kodlaşmasına əsasən bir simvol, yəni bizdə də bu 7 simvol tapmışıq, bu bizdə M-dir, yəni M bərabərdir 7 simvoldur, M 7-dir. Birinci halda ASCII kodlaşması deyirsə, biz bilirik ki, ASCII kodlaşmasında bir simvolun informasiya miqdarı 1 bayt və ya 8 bitdir. 1 baytda yaza bilərəm. Sonra ikinci halda 256 simvolu əlifba deyir. Baxın, M-imiz eynidir. Yenə də qrafika ifadəsinin informasiya həcmini deyir. Ona görə M bərabər 7-ni yerdə buraya yazıram. Yəni, simvolumuz 7-dir. Amma 256 simvolu əlifba deyirsə, mən bilirəm ki, 256 simvolu əlifbada bir simvolun informasiya miqdarı 8 bitdir və ya 1 baytdır. Çünki əlifbanın gücü əgər N bərabər 256 olarsa, yəni N bərabərdir 2 üstündə I düsturuna əsasən, 256 bərabərdir 2 üstündə I yazsam, I bərabərdir 8 bit olar. Çünki 2 üstündə 8 mənə 256-nı verir. Ona görə də burada da I bərabərdir 8 bit. Əlbəttə bilirəm ki, 8 bitimizdə 1 baytdır. Ona görə elə birbaşa I bərabərdir 1 bayt yazırım. İndi mən burada da həcm tapmalıyam, burada da həcm tapmalıyam. Sonra onları cəmləməliyəm. Ona görə də V bərabərdir, baxın, yenə deyirəm, M vuraq I düsturuna əsasən, mən bu 7-ni vururam 1 bayta. Bu mənə verdi 7 bayt. Yenə burada da yenə V bərabərdir, yenə M vuraq I düsturuna əsasən 7-ni vursam 1 bayta, elə olar 7 bayt. Deməli, hər ikisini mən aldım 7 bayt. Həmin birinci əlifba, ASCII əlifbası ilə, həm də 256 simvolu əlifba ilə. İndi mənə deyir ki, bunların informasiya həcmlərini tapmalıyam. Özə baytla, zaten baytla tapmışam. Ona görə cavab verər 7 bayt, üstə gəlsin 7 bayt. Bizə verir nə? 14 bayt. Bu verir D variantı. Keçdiyində 59 nömrəli testə.
59'da da deyir ki, mətn faylının informasiya həcmi 4 kilobaytdır. Mətn 8 səhifədən ibarətdir və hər səhifədə 32 sətir, hər sətirdə 16 simvol var. Mətnin kodlaşdırıldığı əlifbada bir simvolun informasiya həcmini bitlə ifadə edin. Aha, buranı təmizləyək. Deməli, bizə deyir ki, mətn faylının informasiya həcmi 4 kilobaytdır. Ümumiyyətlə biz, əgər sətir, səhvə, simvol verirsə, mətn informasiyası üçün, 59 nömrədir, V bərabərdir, sətir, vur səhvə, vur simvol, vurulsun I. Yəni, bir simvolun informasiya miqdarı, bir simvolun informasiya həcmi, özü I-nin qiyməti bitlə olur həmişə. Olduğu düsturu artıq, belə deyək də, məsələni oxuyan kimi düşünməli ki, söhbət bu düsturdan gedir. Sonra verilənləri yazıram. Bax, mənə nə veribdir? Deyir ki, informasiya həcmi 4 kilobaytdır. Yəni, deməli, həcm, yəni V bərabər 4 kilobaytdır. Yazdım bura. Mətn 8 səhifədən ibarətdir. Baxın, S-in biri 8-dir. 8 səhifədən ibarətdir. O birisi S-imiz deyir 32-dir. O birisi S-imiz də 16-dır. Mənə deyir ki, mətnin kodlaşdırıldığı əlifbada bir simvolun informasiya həcmini bitlə ifadə edin. Bir simvol deyirsə, deməli, söhbət I-dən gedir. Bax, məndən axtardığı bu I-ni soruşur. I bərabərdir suala. Yazıbdır da, mətnin kodlaşdırıldığı əlifbada bir simvolun informasiya həcmini bitlə ifadə edir. Yəni, ifadə edin o demək, yəni tapın da, bunun cavabını tapın. Mən də, bax, bu düstura əsasən verilənlərin hər birini yazıram yerinə. Həcmin qiyməti nədir? 4 kilobaytdır, düzümü? 4 kilobayt bərabərdir. Bax, yazdım yerinə. V-nin yerə 4 kilobayt yazdım. Bərabərdir, yazdım. Bərabərdir. S-in qiyməti, yəni 8-i. Vuram o bir S-in qiymətinə 32-yə. Sonra vuram o bir S-in qiymətinə 16-ya. Bir də vuram I-yə. Biz zaten I-ni axtarırıq. Bu da bax bir adi bir tənlikdir. Bu tənlikdə biz i-ni tapanda aşağıdan i bərabər yazıram. İ-nin yanındakılar məxrəcə düşür, bərabərliyin o tərəfindəki sürətdə qalır. Yəni 4 kilobaytı bölürəm 8 vuraq 32 vuraq 16-ya. İndi bərabərdir. Baxın, məsələdə də deyir ki, bitlə ifadə edin və biz özümüz də bilirik ki, i tapırıqsa, i-nin dəyəri hər zaman bit olmalıdır. Yəni mən bu ifadəni bitə gətirməliyəm. Bitə gətirmək üçün yuxarıdakı bax bu 4-dür. 4-ün özündə 2 üstündə 2 kimi yazıram. Biz bilirik ki, 4 2 üstündə 2 verir də bizə. 4 kilobaytı gətirirəm bitə. Kilobaytdan da bitə keçəndə vurmalıyıq 2 üstündə 13-ə. Aşağıdakılar da 2-nin qüvvətindən yazıram. 8 özü 2 üstündə 3 deməkdir. 32 2 üstündə 5 deməkdir. 16 da 2 üstündə 4 deməkdir. Bərabərdir. Biz bilirik ki, belə qüvvətləri vuranda üstlər toplanır, böləndə üstlər çıxılır. Yuxarıda olacaq 2 üstündə 15, aşağıda olacaq 2 üstündə 3 ilə 5, 8, 8 ilə 4 də 12. Bəli, bu da bərabərdir. 2 üstündə indi qüvvətlər çıxılacaq. 15-dən 12-yə çıxanda qalır 3. Bu deyir bizə nə? 8. Deməli, biz i-nin qiymətini tapdıq 8. 8 bit və bizim cavabımız elə budur. Burada da dayanırıq. Çünki bizə elə bir simvol informasiya həcmini deyirdi. Əgər mətnin kodlaşdırıldığı əlifbanın gücünü istəsəydi, gücünü desəydi, o zaman biz 2 üstündə 8 götürərdik. Amma bizə elə bir şey demir. Bizə sadəcə bir simvolun informasiya həcmini deyir. Ona görə də biz 8 biti cavab olaraq götürürük. Burada da cavab olur C variantı. Bu belə. İndi keçək 60 nömrəli testə baxaq. Bu deyiləm. Deməli, 60 nömrəli testdə də bunu yenə təmizləyək. Deməli, deyir ki, 256 yazaq burada 60. 256 vur 1024 pikselli raster qrafik təsvir üzərində əməliyyatlar aparılmışdır. Verilmiş təsvirdən kəsilə biləcək maksimal ölçülü kvadrat formalı təsvir kəsilib. Alınmış yeni təsvirin rəng dərinliyinin 16 bit olduğunu bilərək informasiya həcminin neçə kilobayt olduğunu tapmaq lazımdır. Deməli, biz bilirik ki, söhbət qrafik təsvirdən gedir, yəni şəkildən gedir. Bir dənə, deməli, bir dənə bura dil-bucaqlı çəkəsi olsam əgər, balaca bir dənə dil-bucaqlı çəkəcəm. Bir qədər. Deməli, bu qrafik təsvirdən söhbət gedir. Bu qrafik təsvirin, deməli, 256 bunun eynidir. Baxın. Aha. 256 bunun eynidir. 256 bunun eynidir. 1024 də bunun uzunluğudur.
Çünki bu A vuraq B formasındadır. İndi mənə deyir ki, bu qrafik təsvir üzərində əməliyyatlar aparılıbdır. Baxaq görə nə ediblər? Verilmiş təsvirdən kəsilə biləcək maksimal ölçülü kvadrat formalı təsvir kəsilir. Biz buradan ən böyük kvadrat ölçünü kəsmək üçün, yəni biz bunu kvadrat yaratmalıyıq da, düzdürmü? 1024-ü yarıya bölməliyik ki, buradan kvadrat alınsın. 1024-ün də yarısı, yəni 2-yə bölünməsi, yox, 1024-ü yarıya yox. 1024-ü ya biz yarıya bölsək belə, belə deyək ki, bu düzcaqlı mən yarıya bölsəm belə, mənə belə deyək ki, 256, bunun bir tərəfi 256-dırsa, bax, bunun burası da 256 olur. Ona görə də mən 1024-ün yarısı yox. Bunun hər tərəfinin 256 olduğu bir təsvir alıram. Çünki ən böyük kvadrat... 24 yerində qalır da, mənim. 24-lə əslində bizim işimiz yoxdur. Bunu sadəcə 256-sını götürürəm. Çünki mən kvadrat yaratmalıyam. Aydındır, kvadrat yaradıramsa, bunun əgər bir tərəfi 256-dırsa, mütləq ki, digər çəkdiyim xətt də 256 olacaq. Və kvadrat olması üçün buradan da 256, buradan da 256 olmalıdır. Ona görə də alınmış yeni təsvirimiz bizim kvadrat olur. Çünki özü də yazıda da kvadrat formalıdır. Kvadrat isə hər tərəfi, kvadratın hər tərəfi eynidir, bərabərdir. İndi bizə deyir yeni təsvirin, alınmış yeni təsvirin biz indi həcmini tapmalıyıq və informasiya həcminin rəng dərinliyini veribdir. Rəng dərinliyi də biz bilirik ki, balaca enidir. Balaca eni veribdir bizə 16 bit. Mən bilirəm ki, alınmış yeni təsvirdə də A vuraq B-si artıq 256 vurulsun 256-dır. Çünki bu kvadratdır. İndi bunun informasiya həcmini istəyir. V ilə bərabərdir. A vurulsun B vurulsun n düsturuna əsasən 256 vurulsun 256 vurulsun 16 bit. Bax, yenə deyirəm, rəng dərinliyi deyəndə söhbət balaca n-lə gedir, kiçik n-lə gedir. Ona görə də elə n-in 16 qiymətin özünü götürürəm məsələdə. Və bizdən də cavabı kilobaytla istəyir. Biz bilirik ki, bitdən də kilobayta keçəndə biz bunu bölürük 2 üstündə 13-ə. Bərabərdir. Yenə 2-nin qüvvətlərindən istifadə edərəm. 256 2 üstündə 8-dir, o da 2 üstündə 8-dir, 16 da 2 üstündə 4-dür. Aşağıda da 2 üstündə 13. Bərabərdir. Yuxarıda qaldım. Deməli, 8, 8, 16, 16 sonra 4 gələndə 20, 2 üstündə 20, 2 üstündə 13. Bölündə üstlər çıxılır. 20-dən 13 çıxanda qalır 2 üstündə 7. O da bizə verir nə? 128. Cavab olur E variantı. Bu da oldu 60. Bəli. İndi 61. Müəllimə 61-ə yazmışıq, yoxsa baxaq? Yox, 60-a kimi yazıb müəllimə. 61-i də mənə vermişdim. Mən də yaza bilmədim. Aha. Onda oxuyaq bunu da. Bir dəfə mən izah edim, sonra sizdən soruşum təkrar. Deməli, yəqin ki, evdə özünüz baxmısınız da, oxumusunuz, baxmısınız, tapmaya çalışmışsınız. Mən baxdım, yazmışam, ikisini bax, 63 yazmışam, 64, 65, 66, 67. Oradan buradan hesabları tapa yazmışam. Çətinlərə də baxmışam, aydınlaşdıra bilməmişəm. Yaxşı. Onda 61-ə baxaq. Deyir ki, kompüter sistemində 61. Kompüter sistemində qeydiyyatdan keçmək üçün istifadəçi 5 simvollu parol verilir. Parolda 55 simvollu hərf və onluq say sisteminin rəqəmlərdən istifadə edilir. Hər bir belə parol kompüterin yaddaşına minimal və eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol minimal bit sayla kodlaşdırılır. 41 parolu kodlaşdırmaq üçün minimal həcm neçə bayt olar? Bəli, bu bir balaca çətin məsələdir. Onlar deyin, deyirsiniz ki. Mən bunu bir dəfə kodlaşdırma dərsində keçmişdik. 5 simvol deyilsə 5 dənə xətt çəkirdik. Orada 55 simvol, üstünə 55 yazırdıq. Onu kimi başa düşdüm. Amma baxırdım ki, burada 40 belə parol sözü var. O məni çaşdırırdı. Mən bildim. Əslində o cür deyil. Çünki burada həm də əlifba məsələsi var. Baxın, deyir ki, parolda bir də onluq say sisteminin rəqəmlərindən də istifadə olunur, deyir axı. Həm də biz bunu eyni tam bayta gətirməliyik. 32 dənə əlifbamız varsa, bir 0-dan 9-a kimi rəqəmlərimiz sonsuz sayda da 1-dən 10-a kimi laf götürək. İndi o sözlər də mənə laf danışdır. Bəli, əslində bu o məsələdən deyil. Bu bir balaca fərqlidir. Burada bizim həcm düsturumuz var. V bərabərdir, M vuraq I. Bax, bundan istifadə olunur. Bizə deyir ki, istifadəçi 5 simvollu parol verilir. Baxın, simvol. Simvol deyirsək, biz bilirik ki, artıq M hərfindən söhbət gedir. M bərabərdir 5-dir. Simvol dediyinə görə. Və bu 5 simvolda indi parolda istifadə olunan rəqəmləri deyəcək.
hərf Bu o. parolda istifadə olunan rəqəmlər bizə əlifbanın gücü anlayışına gəlir. Deməli, əlifbanın gücü anlayışı. Burada yəni deyir ki, parolda 55 simvollu hərf var. Deməli, 55 dənə işarəsi var. Bir də onluq say sisteminin rəqəmlərindən istifadə olunurdu. Mən bilirəm ki, onluq say sisteminin rəqəmləri 10 dənədir. Çünki onluq say sisteminin rəqəmləri 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəli, 9-a kimidir. Sıfırdan başladığına görə bunun sayı 10 dənədir. Deməli, 55 dənə hərfdən bir də 10 dənə də rəqəmdən istifadə olunubdur. Deməli, bunun əlifbasında cəmi 65 dənə simvolu var bunun. Yəni, əlifbanın gücü burada 65-dir. Əgər əlifbanın gücü 65-dirsə, bu zaman i bərabər neçə olur? Biz bunu yüksək eləməliyik də 7 olur 128. Bəli, bəli. İ'nin qiyməti olur 7-dir. Çünki biz elə bir bəli, i'yə elə bir qiymət verməliyik ki, 65-dən böyük olsun. bəli, kiçik olmasın. 6 versək 64 olardı. Azdır, ona görə 7 bit götürürük. Tamamilə doğrudur. İ'nin qiyməti oldu 7 bit. Deməli, bizdə var m bərabərdir 5 var, i bərabər 7 bit var. Düzün? Bəli. Yəni, bax, bu düsturə əsasən həcm bərabərdir m vuraq i. Yəni, 7 biti vururam 5-ə. Düzdürmü? Bu mənə verəcək nə? 35 bit. Düzdür? 35 bit. İndi mənə deyir ki, hər bir belə parol kompüterin yaddaşında minimal və eyni tam bayt uzunluğunda saxlanılır. Tam bayt. Deməli, mən bu parolu, bax bunu mən şeyə gətirməliyəm. Bayta gətirməliyəm, amma tam bayt olmalıdır. Sonra da vurmalıyam 40-a. Bitdən bayta keçməliyik onda. Bəli, bitdən bayta keçməliyik. Bitdən bayta keçirək neyinirik bunu? Bölürük 2 üstü 3-ə. Bəli, Hədəf 3-ə. bəli, bölürük 2 üstündə 3-ə. Yəni 8-ə bir sözlə, düzdürmü? Bəli. Bölürük 8-ə. İndi 35-i də 8-ə böləndə biz onu tam cavab almırıq da, qalıqlı bölünür. Bax, indi burada bölək. Bax, 35-i bölürəm 8-ə. Neçə dəfə düşəcək? 4 dəfə düzdürmü? 4 dəfə 8-in 32. Yazdım, çıxdım. 5-dən 2 çıxanda olur 3, bu da 0. Baxın, 4 düşdü, amma qalıq qaldı 3. Düzdür? Deməli, bu qalığa görə bunun üzərinə də mən 1 gəlirəm. Alıram burada 5. Yəni, tam bayta gətirirəm. Belə ki, 4 dənə bayt düşür, amma qalığa görə də 1 bayt artırıram. Qalığa görə də 1 bayt artırıram. Mən bunu tam bayta gətirirəm. Deməli, bu 35 biti 8-ə böləndə mən 4 tam neçəsə alıram deyə. Mən bunu tam cavab eləmək üçün bunu 5 bayt götürərəm. 5 bayt. Aydındır? 5 bayt. Çünki mənə deyir ki, tam bayt elə bunu. Eyni tam bayt olsun. Yəni, özümüzdən ədəd verdik də 4-ə ki, 5 olsun. 5 olmaq üçün. Bəli, çünki biz bunu bitdən tam bayt eləməliyik. Amma tam cavab almırıq axı. 35-i 8-ə böləndə, baxın, 4 tam. Bu bölməni davam elətdirsək. Düzdür, 3 qalıq qaldı da, düzdür. 4 tam 375 düşür. Bəli, aynı sağ ol. 4 tam mində 375 düşür. Bəli. Bax, o qalığa görə mən bunun yəni kəsr hissəsinə görə üzərinə 1 gəlirəm. 5 bayt eləyir. Və yaxud da ki, bunu belə də eləyə bilərik. Bax, bu 35 biti 8-ə böləndə, bax, 35-i özündən sonraki 8-ə bölünən ədədə yaxınlaşdırıram. 35-dən sonra 8-ə bölünən 36, 37, 38, 39, 40-dır bir də. 40-dır. Yəni, ən yaxınından 40-dır 8-ə bölünən ədəd. 40-ı da 8-ə böləndə mən 5 alıram. Deməli, bu yolunu tapmaq olar. Ya bölərəm, tamın üzərinə 1 gələrəm, qalıq qalanda tamın üzərinə 1 gələrəm. Yəni, elə burada harasaq deyilmə ki, 35-i 40-a bölüb, yəni orada 40 yazılı belə, yoxsa yox? Yox, 40-ı özümüz düşündük də, yəni 35-dən sonra 40-a bölünən ədədə, 8-ə bölünən ədədə yaxınlaşdırıram. 35-dən sonra 8-ə bölünən ədəd. Elə olmasaq, bax, bunu belə eləmək daha tərkiblidir. Bəli, belə. Aha, tamam. Onda 35-dən sonra 8-ə bölünən ən yaxın ədəd hansıdırsa, ən yaxın ədəd ha, sonra. Bax, 35-dən sonra, yəni əvvəl yox. Sonra 8-ə bölünən ən yaxın ədəd. Ən yaxın ədədi tapıram. Misal üçün, bu oldu 40, düzdürmü? 40-ı da 8-ə bölsə mənə 5 verir. Deməli, mən tam bayta gətirdim. Oldu 5 bayt, düzdür? 5 bayt. İndi bu 5 baytı tapdım. Eləmi? Məsələnin bu hissəsini də silirəm. Bu əlavə yazıqlarmış. 5 baytı saxlayıram sadəcə olaraq. Deməli, aldıq biz 5 bayt.
İndi bizə nə deyir? Deyir ki, əgər indi biz bir dənə parol üçün tapdıq 5 bayt, düzdür? İndi bəs onda 40 dənə belə parolun informasiya həcmi necə olar? Əgər bir dənəsi 5 baytdırsa, 40 İşi dənəsi də 40-a böləcəyik vururuq, orada. vururuq müəllimə. Bir dənəsi 5 baytdırsa, 40 dənəsi də 40 vuraq 5 olur. Hə, bu da 4 dəfə 5-in 20 olur nə 200 bayt. Bəli. İndi bir dənə də siz izah edin, bu necə həll elədik? Demək, burada bizdə deyir ki, kompüter sistemində qeydiyyatdan keçmək üçün hər biri sadəcə 5 simvol parol verilir. O əsasən də biz belə bir düsturumuzdan V bərabərdir M vuraq bir düsturundan. Burada bizim 5 M'dir, yəni M bərabərdir 5. Bəli. Sonra dedik ki, parolda 55 simvol hərf və onluq say sistemi rəqəmlərdən istifadə edilir. Bəli. Demək, N də bərabərdir 55. 10 rəqəmi də deyəndə 0-dan 9-a kimi olan ədəd deyir. Biz də 10 ilə yazırıq. 55-in də üstünə 10 gəldik. Bu da elədir 65. 65-dən də elə bir ədəd tapmalıyıq ki, böyük olsun, az olmaz. 64 azdır, ancaq 206 az edir. Amma 207 daha çoxdur da 128 edir. Bu gedir 7 bitlə. Bir də bərabərdir 7 bit yazırıq. Sonra biz buradan B bərabərdir 7 bit və M-in qiyməti 5-i yazırıq. Bərabərdir 35 elədir. Biz bu 35 yazdığımıza görə biz bizdən bayta keçməliyik. Yəni bayt eləməliyik burada. Və biz bunu 35 bunu elə bil ki, biz onda o 35 yoxsa belə deyim, 35-dən sonraki 40-a 8-i bölərsəm 5 tam düşür. Elə deyə bilərəm də elə. Bəli, bəli, 35-dən sonra 40-a bölünən ən yaxın ədəd. Hə, 35-dən sonra ən yaxın ədəd 40-dır. 40-ı da mən 8-ə vuranda yox, böləndə 5 düşdü. 5 düşdü. Biz, bu da artıq baytdır. 5 bayt oldu. Və burada bizdən sonda da deyil ki, 40 belə parol kodlaşdırılmaq üçün minimal həcm neçə bayt ola bilər. Ona görə də biz sondakı 40-ı təkrar 5-ə vururuq. Bu da 200 bayt. Bəli. İndi təkrar videoya yenə baxarsınız. Yenə əvvəl özünüz yazmağa çalışarsınız, sonra təzədən videoya baxarsınız. Yəni video qalacaq. İndi keçək 62-yə. Demək, 62-də də deyir ki, indi bunu yazmışdıq mənim 62-ni özünüz. 62-ni yarıya kimi yazmışam, o soruna yox mənimə. Qüvvətlərini elə bir birinci 256, 512 yazmışam qüvvətindən. Sonra da əzdən aşağıdakıları kilobaytı keçirib, sonra yarıya kimi qaldım. Yazamam. Məsələni birinci oxuyaq, görək məsələdə nə deyir. 380 kilobayt həcmə malik qrafik təsviri. 384 öz yerində qalır. Bu bizdə həcmdir. Bəli. Yəni B bərabərdir A vuraq, B vuraq, N düsturundan. Burada da bitdi. Yəni N'imiz balaca elimizdə bunu da qeyd edib. Sonra burada 34 öz yerində qalır. Bu kilobayt həcmə malikdir. Bəli, B bərabərdir 384 kilobayt. Yazdım mən də bura. Sonra? Burada 256 bizim 512 pikseldən ibarətdir. Bizdə elə bil A vuraq B-dir də, bu da müəllimə. Bəli. 256 vuraq 512. Sonra da deyir ki, bu qrafik təsviri ilə eyni rəng dərinliyinə malik olan 512 piksellərdən ibarət qrafik təsvirin həcmi neçə kilobayt olduğunu müəyyən edir. Biz onda bunları hamısını sürətdə yazırıq kvadratından. Düzdür. Sonra da biz burada, bizdə də bayt, elə bil ki, elimizdə bitdi. Bitdən də kilobayta keçməliyik. Mən elə başa düşdüm. Siz nəyə tapırsınız ümumiyyətlə? Nəyə axtarırsınız? Burada piksellərdən ibarət qrafik təsvirin həcmini
neçə kilobayt olduğunu müəyyən eləməliyəm. Yox, həcmi verir, bax sizə. Həcmini veribdir, 384 Həcmi kilobayt. 384-dür də burada, düzdür? 384'ü verib, həcmini veribdir. Sizə A-B'sini də verib, düzdür? Bəli. Kilobayt olduğunu müəyyən eləməliyik Yox, burada. bax sizə həcmi verib, A-B'ni verib, düzdürmü? Baxın, bu düsturda, bax bu düsturda. Həcmi verib sizə. Bəli. 384'dür. A-B'ni də Eyni verib. veribsə müəllimə burada Ay, bizə. sağ ol, bəli, Orada A-B'ni. eyni veririk. Bəli, bax AB-ni də veribdir. AB də bərabərdir 256 vur 512-dir, düzdürmü? Bəli, sizə verməyib balaca eni, düzdür? Siz deməli bu balaca eni tapmalısınız. Çünki bizə deyir ki, məsələdə bu qrafik təsvir ilə eyni rəng dərinliyinə malik olan. Deməli, buradan hələ siz rəng dərinliyini tapmalısınız. Çünki biz bilirik ki, balaca en rəng dərinliyini tapmalısınız. Təzən həmin rəng dərinliyi ilə bir də başqa bir həcm tapacaqsınız. Həmin eni, bax, burada istifadə eləyəsiniz. Təzən bir dənə də AB verib bizə. 512 vur 512 ibarət olan qrafik təsvirə təzən bir dənə də həcm tapacaqsınız. Özü kilobaytla. Bildinizmi? Deməli, siz elə bir ki, 2 dəfə işləyirsiniz. Birinci məsələdə... Elə bir 2 dəfə bu, bir və 2 düsturu kimi də elə bir, elə müəllimə. İşaretçi V1'i özü veribdir. Bax, V1'i verib sizə. 384 kilobaytdır. A-sını, B-sini veribdir. İkincini verdik canımıza. Hə, birinci məsələdən siz birincidən eni tapırsınız. Həmin enindən istifadə eləyib, ikinci məsələdə həcmi tapırsınız təzən, V-ni tapırsınız. Onda biz burada 256 vuraq 512 bərabərdir 384 yazacaq elə. Bax, indi bu məsələdə bax, eni birbaşa tapaq. Bax, buradan en bərabər nə olur? Bax, bu düstura əsasən. En bərabər nə yazaram? O 256 vuraq 512. Düzdür yox. Yox, hələ bu düsturdan deyirəm. Bax, bu düsturdan eni tapanda bərabərliyin bu tərəfindəki bax, V. Böyük B yazılır. Harda? Sürətdə, düzdürmü? Sürətdə. Bəli, bunun yanında... Aha. AB-də məxrəcdə. Bəli, AB də düşür məxrəcə. Bəli, AB də oldu məxrəcdə. Düzdürmü? İndi bərabərdir. Bunun qiymətlərini yazıq yerinə. Onda biz 384. Aha. Məxrəcdə isə yazıram 256 vuraq 512. Bəli, yazaqlar. 256 vursun 512. Aha. İndi bərabərdir. Baxın, əgər biz n tapırıqsa, bu ifadə nə ilə olmalıdır? Bitlə. Bəli, bitlə. Ona görə də indi... Kilobaytdan da bitə keçirik, vururuq. Bəli. Kilobaytdan da 213-ə. Bəli, vurduq 213-ə. Məxrəcdə də 208, 209-dur da, düzümü bunlar? Bəli. Hə, 2 üstündə elə 17-də birbaşa yazıram. 8, 9-da 17 eləyir. 2 üstündə 17. Aha, bərabərdir. İndi buradan bu 2-nin qüvvətlərini ixtisar apara bilərik, düzdür? Belə ki, yəni 17-dən 3 çıxanda 2-si 4 qalır, düzdürmü? Bu çox olan aşağıdadır deyə 2-si 4 aşağıda qalır. Yəni burada 284-ü yerində saxlayıram. Burada da 17-dən 13 çıxanda qaldı 4. Yəni 2-sində 4. 2-si 4-də 16-dır. Elə bunu da aşağıdan yazıram bura 16-ya. Yəni 384-ü bölməliyəm 16-ya. 384-ü 16-ya böləndə... Orada o 384 bildim öz yerində daim qalır. 13-dən çıxdınız, yoxsa 17-dən çıxdınız. Elə eləmək olur. Yəni kiçik olduğundan çıxa bilərik böyükdən kiçiyə. Belə ki, müəllimə, lap 13-dən çıxaq 17-ni. Bu, belə deyək də, 2-si 4 aşağıda qalır axı. Çünki çox olan aşağıdadır da. Hansı çoxsa o onun yerində qalacaq. Aydındır? Ona görə 2-si 4 aşağıda qalır. 2-si 4-də 16-dır. Biz 384-ü də birbaşa 16-ya bölə bilərik. Bölsək bizə nə verər? 24. Aha, n bərabər 24. 24 bit. Çünki bitə gətirmişik. Aldıq elə 24 bit. Düzdür? İndi bizə 512 piksel verir. Aha, sağ. Təzədən bizə, bəli, AB veribdir. Bax, A-nı, A vuraq B-ni veribdir. 512 vuraq 512. İndi deyək ki, bax, bu rəng... M bərabərdir. İndi N də veribdir. N-i də 24 bit veribdir. AB-ni də veribdir. İndi təzədən biz buna həcm tapmalıyıq. V-ni tapmalıyıq. Aha, onda V bərabərdir. V bərabərdir. Demək, onda biz burada sürətdə 24 bit yazırıq. Sürət yox, Məhəmməd, sürət yox. Düsturumuz belədir axı. Bura baxın, sürət niyə ki? Həcm düsturumuz eləcə A, B, N deyil mi?
Elə davamlı yazırıq. 512, 512 vururuq, sonra da vururuq 24 bitə. Bəli, 512 vur, 512 vur, 24 bit. Aha, belə yazdıq. Amma cavabı Bəli. bizdən kilobaytla istəyir. Biz bitlə yazmışıq. Biz onda bitdən kilobayt keçməliyik. Bəli, necə keçək? O da eləyir böləcək 213-ə. Bəli, bölür ikisində 13-ə. Bərabərdir. Bunu da gəl 2-nin qüvvətlərinə gətirək. 5 12 2 9-da düzdürmü? 2 9 2 9 olurmu? 2-sində 18. Laf bıraq Bəli, 24. onu da vururuq 24-ə. 2 13-də yerindədir. İndi burada da görsəz çox olan yuxarıdadır. 18-dən 13 çıxanda, yəni 8-dən 3 çıxanda 5 verir, düzdürmü? 2 üstündə 5 verir, yuxarıda verir, ha. Çünki çox olan yuxarıdadır. Yəni artıq aşağıda heç bir şey qalmır, 2 üstündə 5 yuxarıda qalır. Ona görə də Orada bərabər. 24-də aşağı 24 sürətli məxrəc yoxsa elə yazılır. Yox, hər ikisi sürətdə qalır. Çünki 24-də sürətdə idi. Çox olan buydu deyə, 2 üstündə 5 də burada qalmışdı. Hə, 2 üstü 5 qalır burada, düzdür? 2 üstü 5 də 32-dir də, düzdürmü? Hə, 2 üstü 5 də 32-dir. Yəni 24 vuraq 32. Bu da bərabərdə 24-də 32-yə vurmalıyam. Neçə eləyər? 768. Aha, aldıq 768 kilobayt. Все. Bu qədər. Bəli. İndi izah eləyək, bir daha izah edin, görək necə aldıq biz bunu. 384 kilobayt həcmə malik qrafik təsviri 256 512 piksəldən ibarətdir. Ve bərabərdir A qrafi N. Burada bizim D'miz də var. A'mızda bir də D'miz var. Sadəcə N'imiz yoxdur. Ona görə ve bərabərdir B həcmimiz olduğuna görə 384 kilobayt qalır öz yerində. A, B'miz də öz yerindədir. Biz yəni 256 və 512 bərabərdir. Sonra bizdən bizim kiçik N'imiz yoxdur. Kiçik N də bərabərdir. Ve bölünsün A, B'yə. Bu düstura əsasən də biz surətdə yazılır 284 kilobayt. Məxrəcdə 256. Hə, 256 vuraq 512-yə. Və buradan da 384-ü vururam. Burada kilobaytdır. Bizdə də N'imiz bitdir. Bizdə keçirik, vururuq 213-ə. Sonra aha, 256 ilə 512-nin də qüvvətlərini toplayanda 217. Biz buradan təzdən 17-dən 13 çıxaq deyək, yoxsa iqtisad edək deyək, eləməlmə. Çıxır, əslində bölürük, böləndə də üstlər çıxılır da, belə bir şeydir. Yəni. Çıxaq da 17-dən 13 çıxanda qalır 4, onda 16 kimi yazırıq. 384, bir də 16. Bu da bölünəndə eləyib 24. Təzdən bizdə şərtdə belə bir də AB, bəli. Aha, buradan da AB'miz verilib, bizdə burada AB verilib, N də tapıldı, yəni yuxarıdakı hesablamada N də tapılır, yəni qaldı bizdə təzdən və də bizdən kilobaytla istənilir. Biz buradan 512, 512 və yuxarıdakı N'imizin qiyməti 24 bit. 24 bitdən də biz kilobayta gedəndə 213-ə bölürük. 213-də yuxarıda da qüvvətlər toplanır edib 218, 24 öz yerində qalır. Biz buradan 18-dən də 18 və 13. Yenə bölürük, yəni çıxırıq üstləri. Aha. Müəllimə, bu 32 böldü yaldıq elə. Yoxsa necə? O 32 məni qarışdırdı. Yəni bir də bu baxım. Burada elə ki 24 öz yerində qalıbdır. Hə, aydın. Sadəcə 18-dən 13 çıxanda 2 üstündə 5 qalıbdır da, elə bil. Vıraq 2 üstündə 5, bərabərdir. Aha, o 2 üstüdə. Aha. Demək biz o 18-dən 13 çıxanda da qalır 5. Bu 5-in də biz qüvvətini yazırıq. Yəni 2 üstü
5'də 32 də eləyir. 24'ü də vururam 32'ye 50, 768 kilobayt. Bəli. Mən hələ vərdiş eləyənə ki, bu qüvvətlərlə çapmaq istəyirəm. Məlum ona görə. Yəni, ev yoxdur, fərqi yoxdur. Necə işləyirsiniz? Sizə hansı rahatdır, onu işləyin. İndi 63 necə yazmışsınız? Deyin görək. Mən 63'ü də siz necə yazdım. Birinci burada məndən qrafik təsvirin çevrilmiş nəticəsinin palitra rənglərinin sayı 16'dır. Burada palitra demək rənglərin sayı deyil. Düzdür. Burada mən M bərabər, böyük M bərabərdir 16, kiçik M də bərabər 4 bit yazdım qrafda. Sonra deyir 256'ya qədər artırılmışdır. Mən də burada yenə böyük M bərabərdir 256'nı yazdım. Kiçik M'imizdə 8 bit yazdım. Birə yazdım. Sonra buradan V1'e yazdım 4 bit. V2'ye de yazdım 8 bit. Özüm birə yazdım. Sonra da 8'den 4'ü də böldüm. 2 dəfə azalttım. Cevabı nə götürürsünüz? 2 dəfə azalır. Elə variant yoxdur axı. Yoxdur. Onda artır yazmalıydı. Bəli, ümumiyyətlə artır həm də. Çünki baxın 16'dan 256'ya artırılmışdır deyir də özü. Deyirsə əgər, demək ki 4'dən 8'e artıqdır da. Və biz demişdik ki, həcmlə rəng dərinliyi düz mütənasibdir də, düzdür? Baxın, elə bu düsturə əsasən də sizdə eni birinci halda 4'dür, ikinci halda 8'dirsə, V də buna uyğun olaraq, yəni 4'dən 8'ə əgər dəyişibsə, demək həcmdə, yəni 4'dən 8'ə dəyişir də, belə ki, həcm 2 dəfə artır. 2 dəfə artır. Bəli, alayım. Əslində artım baş veribdir də, çünki axım çoxalıbdır, görürsünüz 16'dan 256'ya artıbdır. 64 necə yazmışsınız da? 64'ü də dəqiqə, ay Allah, mənim bombam gəldi. Bir dəqiqə mənim məsələ say. Həmən. Burada demək, o şərti oxuyum. Oxuyun, 64'ün şərtini oxuyaq. Ya Allah görür. Sərsəmdə səhifəli mətn faylın son səhifəsinin tutumu 704 kilobayt olan şəkil vardır. Digər səhifələrin hər birində 32 sətir, hər sətirdə isə 64 simvol mövcuddur. Bura kimi demək yazıram. 81 deyir də bənə, düzdür müəllimə. 81 dediyinə görə də son səhifənin tutumunu deyir. Mətnin faylın son səhifəsi. Mən onda demək, həcmi 700 kilobayt verirdi məndə. 7 deyir məsələn, 704 kilobayt. Mən 81'dən son səhifənin tutumunu, yəni bir dənə səhifə, axırıncı səhifəni nəzərdə aldım müəllimə. 81'dən çıxdım, biri oldu 80. Oradan da təzdən, bax, o 1 yazmışdım da, 1 çıxdığıma görə. O 1'i də qayıtdım mən, vurdum 704 kilobayta. Bəli. Düzdür. Vurduk 704 kilobayta, elə oldu 704 kilobaytlıq bir şəkil. Elə yazdım. Bu oldu şəkil. Sonra bax, o yuxarıda var idi də, 80 çıxdığım. Bəli. Bax, o 80, sonra 32 sətir, 64 simvol. Bəli. Və burada məndən 12 kodundan istəyir. Mən də 2 kilobaytdan götürdüm. 2 bayt. 2 baytdan. Bəli. 2 baytdan. Və burada bunları bir-birindən vurdum. Sonra burada məndən deyir ki, informasiyanın həcmini müəyyən et. Burada bayt daxil. Mən burada görürəm üstü 10'a. Aysa. Bəli. Yəni baytdan kilobayta geçdiniz. Kilobayta geçdim, bəli. Çünki burada kilobayt deyil, baxın yuxarıdan da. Nə aldınız keçəndə? Sonra 320 kilobayt aldım müəllimə. Sonra 320, bizə nə deyir? Deyir ki, bu failin informasiya həcmini. Artıq fail dediyinə görə 704'ü də bəli. Üstünə Gəldiniz 320'ni. 320'ni, bu da elədi 1024 kilobayt. Ay sağ ol.
Hə, İndi mən həmişə ən zəif nöqtəm var deyə mən bir dəfə məsələlərdə bunu yanlış fikirləşmişdim. Aslında də onu səhv tutdum. Mən burada 1024-ümüz də bilirik ki 1 ay megabaytdır. sağ olun. Всё. Cavabımız deməli 1 megabayt C Hə, variantı. o bir dəfə iki dənə məsələni mən elə səhv yazmışdım. Hə, Hə, onları indi düzəltdim də. əla. Всё, bunu həll eləmisiniz. Əla. Qəşəng. İndi 65-ə baxaq. Bu düzdür. Hə. 65 də Hı -hı. 65 hansıdır? Hə, burada yenə e, sizdən soruşdu benim əlimə bunu. Aha, amma indi zahirin görək necə Sağında anlamışdınız. belə Mən şifahi yazdım. səs atmışdım da. Hə, bax indi görün düzmü yazdım. Demək mən burada 128-in həm cüt, həm də təkini götürdüm. 2 yerə parçaladım. Bəli. 64 götürdüm də. Elə bir 120 Bəli, 64-ün üstə 64 dənə 128 eləmişdi. bəli, Elə nəzərdə tutdum. bəli. Sonra 64 vurdum 512-yə. Hı -hı. Sonra vurdum 256-ya və burada mənə Unicode-la Yox, hayır, Unicode-a keçməyin. Siz birinci şəkili tapın, ayrıca qrafik hə, təsviri. mənimlə bir dəqiqə. Demək burada 512 vururam 256 gitsin və məndə burada 256 rəng palikası var ha. Bunda mən qüvvətinlə götürəndə 208 də, yəni 256 n bərabərdir 256 kiçik n də bərabərdir 8. Bəli. Mən bax bu 8-i vurdum. 64 vurdum 512-yə, vurdum 256-ya, vurdum 8 bitər. Aha, doğrudur. Düzdür, Bəli. bitər. Sonra burada təzədən mən keçirəm, bitdən 223-ə böldüm. Aha, megabayta gətirmişsiniz. Megabayta keçdim. Aha. Hı -hı. Vardı. Böləndə, Hə, bunların qüvvətinlə yazdım əlimə. aha, Bunların qüvvətindən 206, 209, 208, aha, 203, Bəli. 8 2 də Bəli. 203 kimi götürdüm. 74 yerində qaldı. Bu Aha, elədi 26. aha, Sürət 26 elədi. Məxrəc də 23 yerində idi. aha, 26-dan da mən 3 çıxdım. bəli, 2 üstü 3 qaldı. bəli, 2 üstü 3'ümüz də 8 megabayt elədi. aha. Oldu. Sonra burada demək, çünki bu birinci web bir şərtimiz idi də, belə deyək. Bəli, qrafik təsvir. Bir keçirəm. Aha, Buradan da yenə həmən bunun kimi 64 yenə yazıram. 64. aha, Sonra Unicode istədiyinə görə 2 baytı götürdüm. bəli, Sonra burada özünün şərtini verir 8192. simvol. Hı -hı. Aha. Bunların da yenə qüvvətlərini topladım. Elədi 20 müəllimə. Surətdə 20, məxrəcdə də 20. Bilirik ki 20-dən də 20 çıxanda 0 olur. Bu da 2 üstü 0'dır. Bu da edir bizə 1 megabayt. Bəli, Sonra təzədən sonda birincinin cavabıyla ikincinin cavabını topladım. aha, Yəni 8-in üstünə 1 gəldim, elədi 9 megabayt. aha, всё, böyle. Geçin. Şimdi keçək 66-ya. 66'da da burada da yenə siz dediyiniz, sizdən yardım istədim. ASCII-də 1 bayt istədik. 1 baytımızda 8 bitdi. Unicode-da da 2 baytdır. Burada da 16 bitdi. Məndə də deyir ki, məlumatım ASCII kodlaşdırılmışdır. Məlumat ASCII-də kodlaşdırılmışdır. Birincisi ASCII-də deyir. Aha, Sonra da deyir ki, Aycan, kim zəng edir? Nasıl əlbəttə görür? hı -hı. Sonra Unicode standartının həcmi isə 16 kilobayt artarsa, məlumat neçə simvoldan ibarət olduğunu müəyyən edir. Aha, Bizdə də dediniz ki, B bərabərdir n vuraq bir üstünə əsasən. hı -hı. Birinci bir baytla götürəcək. Yəni bir m Hı -hı. belə demiş. Bəli, Elə bəli, bir m sonra da
Unicode'da da 2M yazacağıq. Bəli. Hı -hı. Burada da 16 kilobayt artarsa deyir. Bəli. Bizdə də baytdır, düzdür, ikisi də müəllimə. Bəli. Baytdan da biz kilobayta keçirik, onda da 210'a vururuq. Yox, kilobaytdan bayta keçirsiniz. Yəni 16 kilobaytı da bayta gətirirsiniz. O zaman bəli, 210'u vurursunuz. Baytdan kilobayta gəldim. Yox, yox, kilobaytdan bayta. Kilobaytdan, kilobaytdan bayta da gəldim. 2 üstü 10'a vurdum. Burada da bundan sonra da demək 1 bayt, bir də 2 baytımız. Bir də 16. 16'nı da 2 üstü 4 kimi götürək, yoxsa yox, necə müəllimə? Bəli, bəli, 2 üstü 4 kimi götürərsiniz. 2 üstü 4 orada, 10 da orada. Eləyir 2 üstü 14. Bəli. Bu da eləyir bir variantı. Bəli. İndi bunu bir daha mən təzədən bir daha da izah edeyim sizə. Qarışıq izah eləmirəm mən. Axır gəldiniz, yəni cavabı düzəldi. Sadəcə olaraq bir daha da izah eləmək istəyirəm. Deməli, baxın, məlumat əvvəlcə ASCII-də kodlaşdırılıbdır. Sonra da Unicode-da kodlaşıbdır. Deyir ki, ASCII-dən Unicode-a keçən zaman həcm 16 kilobayt artıbdır. Bu zaman bir məlumat neçə simvoldan ibarət olubdur. Yəni, bizim həcm düsturumuz yenə V bərabərdir, N vuraq İ'dir. Ümumiyyətlə, bütün mətin məlumatlarında, mətin məsələlərində bizim 2 düsturumuz var da. V bərabərdir, N vuraq İ, bir də V bərabərdir, sətir, səhvə, simvol vurulsun İ'dir. Zaten hər şey bu düsturların başındadır onsuzda. Bu belə. Bizə də M vurulsun İ düsturudur indi hal-hazırda. Deməli, indi nə edəcəyik? Birinci məlumat ASCII-də kodlaşırdı. Biz bilirik ki, artıq ASCII əlifbasında bir simvolun informasiya miqdarı I bərabərdir 1 bayt və ya 8 bitdir. Hansını istəsə istifadə edə bilərik. Sonra deyir ki, Unicode standartında isə təzədən bir də bu məlumat Unicode standartından keçəndə artıq mən bilirəm ki, Unicode-da isə bir simvol 2 bayt və ya 16 bitdir. Məsələlərdə biz istəsək 8 bitdən, istəsək 1 baytdan və ya 16 bitdən 2 baytdan hansından istəsək istifadə edə bilərik. Yəni, hər biri hansından istifadə etsək, zaten doğru cavab alacağıq. Baxın, birinci halda mən bunların baytlardan istifadə edəcəm. İndi gəlin, niyə, misal üçün, bunun ikisini də deyirəm. Birinci halda bu baytları götürək, bundan istifadə edək. Sonra da bundan da istifadə edəcəm. Niyə eyni cavab alırıq, baxaq. Çünki, misal üçün, amma bayt götürəmsə, hər ikisini bayt eləməliyəm də. Yəni, bit götürəmsə, hər ikisinin bitindən istifadə etməliyəm. Bayt düsturumuz V bərabərdir, M vuraq I düsturudur, düzdürmü? Bax, bu məsələ bu düsturun həll olunur. Yəni, birinci halda mən I-nin yerinə 1 bayt yazıram. Onda V bərabərdir, M vuraq 1 bayt. Yəni, M-i də 1 bayta vuranda eləcə 1M eləyir də, 1M. Onu 1M kimi də yazaram, heç yazmaram, eləcə M də yazaram, fərqi yoxdur. İkinci halda i-nin yerinə 2 bayt yazacağım. Çünki ikinci halda Unicode-a keçib deyil. Yəni V bərabərdir M vuraq 2 bayt. Yəni 2M. Sonra mən sizə demişdim ki, belə olanda bir əlifbadan digərinə keçəndə çoxdan azı çıxın, oradakı həcmə bərabər eləyin. Bu sizə hər zaman doğru cavab verəcək. Ona görə də bax, buradakı 2M-dən çıxıram 1M-i bərabər eləm 16 kilobayta. 2M-dən 1M çıxanda da qalır eləcə 1M. Yəni M bərabər 16 kilobayt. Amma məndən məlumatım neçə simvoldan ibarət olduğunu soruşursa, biz bilirik ki, simvol hər zaman bayt olur. Yəni simvol kilobayt ola bilməz. Çünki simvol dediyi bir hərfdir, misal üçün. Kompüterdə ümumiyyətlə bir simvolumuz bizim 1 baytla hesablanır. Ona görə də mən simvol tapıramsa, mütləq cavabı baytla tapmalıyam. Ona görə də 16 kilobaytdan bayta keçəndə 16-nı vururam 2 üstündə 10-a. Çünki kilobaytdan bayta keçəndə 2 üstü 10-a vururum. Bu da bərabərdir. 16 özü də 2 üstü 4-dür. Vurdum 2 üstü 10-a. Elədi 2 üstündə 14. Bu baytla olan yol. İndi bax buradan bir dənə xətt çəkib bunu bitlərdən istifadə edəcəm. Bitlə olan yol necə olacaq? Eyni şeydir. Bu zamanda yenə bitlər öbürsünə yazaq. V bərabərdir. Baxın. I-nin yerinə artıq bu səfər 8 bit yazaram. Yəni, M vuraq I düsturuna əsasən M vurulsun. Çünki M haqqında məndə zaten M soruşur. M haqqında başqa işlə demir, daxı mənə.
M vurulsun 8 bit yazaram birincidə. İkincidə də V bərabərdir. M vurulsun 16 bit yazaram. Yine dediğim gibi çoxun adı çıxıb çoxa bərabər, həcmə bərabər eləyəcəm. Yəni 16 M-dən çıxıram 8 M-i bərabərlə buradakı 16 kilobayta. 16 kilobayta. 16'dan da 8 çıxanda qalır 8, düzümü? 8 M bərabərdir 16 kilobayta. Buradan da M bərabərdir 16 kilobayt sürətdə olur. Məxrəcdə də bu 8 bit olur. Çünki bu ifadələr məndə bitlə idi. Və mən bilirəm ki, belə deyək də, bunları ixtisar aparmağımız üçün biz bunu hər ikisini eyni vahidə gətirməliyik. Yəni 16 kilobaytı mən gətirməliyəm bitə. Buna görə 16 kilobaytı vururam 2 üstündə 13'ə olur bitlə. Aşağıda yenə 8 bitimiz var. Buradan da yenə ixtisar aparanda 16'nı 8'ə böləndə qalır 2. 2'ni də 2 üstündə 13'ə vursam, baxın 2 vuram 2 üstündə 13. Bu da mənə verir 2 üstündə 14. Deməli, cavabımız 2 üstündə 14'dür. Bu variantı. Hər iki halda yəni 214 cavabını alıram. Yəni fərqi yoxdur. Bundan istifadə etdiniz veya bundan istifadə etdiniz. Sadəcə çevirmələrdir də. Bu oldu 66. Keçək 67'ye. Yazmışdıq bunu. Verməmək. Bəx dediyim formadadır bu da. Aha, izah edin baxaq. Avtomatik qurulu 10 simvollu şifrə tərtib edir. Bu qurulunun tərtib etdiyi şifrənin ilk 5 simvolu 26 simvol İngilis əlifbasının böyük və kiçik simvollarını, qalan 5 simvol isə 16-lıq say sisteminin simvolları ola bilər. Bu qurulunun ən çox neçə fərqli şifrə tərtib edər. Demək, 10 simvoldur. 10 dənə xətti çəkərəm, eləmi? hə, çəkdim 1, 2, 10 dənə xətti 3, çəkdim. 4, 5, 6, 7, 8, 9, bu da 10 dənə. Aha. 10 simvolu şifrəni tərtib edir. Aha. Nə deyir? Burada deyir ki, bunu elə bil ki, 5 simvolu 26, 5 simvolu. Baxın, 1, 5 dənə 2, simvol 2 yerə 3, 4, 5. 5, 5. Bəli, bura qədər 5 simvol edir. Aha. Aha. Böyük və kiçik hərfləri. Bax, indi burada əməllər, bu 5, üzr istəyirəm, böyük və kiçik sözü dediyinə görə 2 dənə olur da, düzdür? Bəli, bəli. Ona görə də demək, 1 və 1'in üstünə böyük və kiçik bu 2 oldu. Mən də burada 26 deyil. 26'ını da vurmuşam mən 2'yə. Elin 52. Ay, sağ olun. Bəli. Deməli, bunların hər birində 52 dənə simvol ola bilər. Düzdürmü? Aha. Onda da mən, bax o 5 dənə simvolumuz var, xətlərimiz. Bəli. Onların üstündə mən 52 yazdım. Düzdür. Aha. 52 yazdım. Aha. Və keçirəm digərinə. Aha. Burada da deyir ki, 5 simvol isə 16'lıq say sisteminin simvolları ola bilər. Bu qrupunun ən çox neçə fərqli tərtib edə bilər. Elə burada da bax, mən bəlkə də səhv yazmışam. Bu 16 sözünü, 16'lıq sözünü mən də burada 16 yazmışam. Düz yazmışsınız, müəllimə, düz yazmışsınız. Çünki 16'lıq say sistemində elə 16 dənə simvol var. Bəli, bunlarda da 16 dənə olacaq. Düzdür. Hə, bunda 16 yazdım. Aha. Siz de demiştiniz ki, burada sadece olarak vurma işarəsi olunmur. Sadece olarak yazırıq. 5 dənədirsə, 1, 2, 3, 5 dənə 52 var. 52, üstü 5 yaz dediniz. Ay, sağ ol. Aha. Sonra da vurdum. 16 dənə, 16'da 5 dənədir. Onda yenə üstü 5 yazdım. Ay, sağ ol. Bəli, söh, bu qədər. Çünki siz bunu vurub atsanız çox böyük cavab alarsınız. Bu da bizə lazım deyil. Yəni, eləsi var ki, vurulur ay mənimə orada. Bəli, Eləsi də var ki, vurulmur. Bəli, bəli. O baxın cavaba. Siz onun üçün Kəndinə baxın. bəli, variantla da işləməliyik ki, həmin vaxtı biz artıq varianta da baxaq görək cavabı hansı formada veribdir. Vurub veribdir, yoxsa belə qüvvə şəklində saxlayıbdır. Baxırıq ki, burada da misal üçün elə baxın hansı variantdadır. Deyə, C variantında elə variant bu şəkildə saxlayıbdır. Deməli, cavabımız olacaq C variantı doğrudur. Yox, çox şükür. Belə şeylər, onun üçün mən o məsələdə dedim, ay mənim, onun kimi demək.
Onu da gördüm, yok 12 böyle kaldım. Böyle o 61. məsələni deyirəm, Hə, müəllimə. hə, hə. Ay sağ ol. Hə, götür bundan fərqlidir. Bu onun kimidir. Fərqliydi, bəli. Aha. İndi bunu 68-i yazamadım. Yazamadım deyə də yəni tam aydın ola bilmirdi də. Fidanın qrafik azalır. O siz belə bir qayda demişdiniz. Məsələn, şəkil deyəndə qrafik nəzərdə tutulur və ya da qrafik deyəndə şəkil nəzərdə tutulur, düzdür. Hə. Mən bir dənə məsələn qrafikdə şəkil forması verib çəkdim. Sonra burada deyir ki 64 dəfə azalır və 3 megabayt azalır. Bax bu 3 megabayt 64 bax bunlar məni artırır. Necə eləməliyim? 77 megabayt həcmə malik. Anlaya bilmədim. Tamam, bu biraz fərqlidir. İndi mən bunu bir dəfə izah edeyim onda. Sonra siz baxın, təzədən mənə izah edərsiniz. Yeah. Deyir ki, Fidan qrafik redaktordan istifadə edərək 7 megabayt həcmə malik qrafik təsviri. Tamam, əvvəlcə bizə deyir ki, yəni 7 megabayt həcmə malikdir, yəni bu qrafik təsviri. Ona görə də V bərabərdir 7 megabaytı yazdım bura. Qrafik təsvirin palitrasındakı rənglərin sayını 64 dəfə azaldır. Axın biz birinci halda heç bilmirdik ki, bunun palitrasında rənglərin sayı nə qədərdir ki, bunu hələ bir 64 dəfədə azaldıq. Düzdür? Bu bizim üçün eləcə elə en idi. Nə olduğunu bilmirdik. Lap yazıram. Bax, həcm düsturumuz necə idi? V bərabərdir A, vuraq B, vuraq N deyilmi? Birinci halda bizim əlimizdə sadəcə olaraq bu qrafik təsvirin sadəcə həcmi var. 7 megabayt olduğunu bilirəm. Və yerinə yazıram. Bax, V-nin yerinə yazıram. 7 megabayt bərabərdir. A vurulsun B vurulsun N. Birinci halda əlimdə sadəcə bu var. İndi sonra deyir ki, bunun deyir, bu qrafik təsvirin palitrasındakı rənglərin sayını 64 dəfə azaldıbdır. Rənglərin sayını mən bilmirəm nə qədərdir. Mənim üçün böyük en idi. Amma bunu bu 64 dəfə azaldıbdır. Dəfə azaltmaq, bölmək deməkdir. Bu eni bölüb 64-ə. Aha, n neçədir bilmirəm. Sadəcə n bərabər 2 üstü n idi. Onu yaza bilərəm uzaq başı. 64-ün də 2 üstü 6 olduğunu bilirəm. Bərabərdir. Belə də böləndə bilirəm ki. Mən orada bax o n-i yazdım. N bərabərdir 64, 6 götürdü. Hə, yo, onu 6 götürənmərik. Çünki bu 64 dəfə azaldıqdır. Baxdım ki, yox, alındıramıram. Aha. Deməli, n-in dəyərinin 2 üstündə n olduğunu bilirik. 64-ün də 2 üstündə 6 olduğunu bilirik. Düzdürmü? 2 dəqiqə baxın görün video yazılır mı? Hə, yazılır. Tamam. Deməli bunun da 2 üstündə 6 olduğunu bilirik. Mən onu da bilirəm ki, bu cür bölmədə əsas olduğu kimi qalır. Yəni əsaslar onun eyni olanda əsas olduğu kimi qalır. Qüvvət üstləri çıxılır. Deməli mən burada sadəcə n-dən 6-nı çıxmalıyam. Deməli mənim belə deyək də artıq yeni rəngim 2 üstündə n çıxaq 6 olur. 2-nin üstündə n çıxaq 6. Biz bilirik ki, həmişə rəng dərinliyi olaraq, yəni biz n-in 2-nin üstündəki nədirsə onu götürürük də, düzdürmü? Burada da 2-nin üstündə n çıxaq 6 var. Deməli, mən yeni təsvir üçün n-in yerinə n çıxaq 6 yaza bilərəm. Özə bunu mötərizə alıram ki, bu bir ifadədir də birlikdə. Yəni, deyir, 64 dəfə azaldı, oldu n çıxaq 6. Bu zaman qrafik təsvirin informasiya həcmi də 3 megabayt azaldı. Əvvəlcə 7 megabayt idi. 3 megabayt da azalanda, bunları buradan ayrıca yaz ha. 7 megabayt idi, düzdürmü? 7 megabayt idi. 3 megabayt da azalanda, baxın 7 megabaytdan da çıxıram 3 megabaytı. Bu mənə verir nə? 4 megabayt, düzdür? Deməli, artıq yeni təsvirin informasiya həcmi 4 megabayt olubdur. Bax, bunu da altından yazıram 4 megabayt bərabərdir. Bax, bərabər niyə yazıram? Bu həcm düsturuna əsasən. Bərabərdir və bunun da yenə ABC haqqında heç bir şey demir. Elə AB də qaldı yerində. Deməli, mənim əlimdə 2 dənə tənlik oldu, belə deyim də. 7 megabayt bərabərdir AB vurulsun N var. Bu məndə birinci haldaydı. İkinci halda da, yəni həcm 3 megabayt azalıbdır deyə oldu 4 megabayt bərabərdir. AB-miz eynidir. Rəng dərinliyi haqqında da sadəcə onu bilirəm ki, 64 dəfə azalmışdı. Amma mən onun nə qədər olduğunu bilmirdim. Mənim üçün 2 üstü N idi. Yəni 2 üstü 6-ya bölmüşdüm. Bu da mənə 2 üstünü n çıxaq 6 vermişdi. Və mən bilirəm ki, 2-nin o qüvvətində hər nədirsə, biz onu gətirib bu məsələdə n-in yerində istifadə edə bilirik. Ona görə yazım n çıxaq 6. Tamam, bunları necə həll edə bilərəm? Bunu da tərəf-tərəfə bölmə ilə həll edə bilərəm. Tərəf-tərəfə bölmə üsulunu, riyaziyyatdadır bu, tərəf-tərəfə bölmə. Tərəfə bölmək üsulunu bura tətbiq etsəm,
Bu zaman 7'ni bölərəm 4-ə, 7 megabayta bölərəm 4 megabayta bərabərdir. Buradakı AB vuraq N-i bölürəm AB vuraq N-6-ya. Buradan beləsi riyaziyyatdır dayıcı. Burada da AB-lər ixtisar gedir. Amma N-lə N çıxaq 6 ixtisar gedə bilməz. Çünki biri tək N-dir, biri ifadədir. Belə halda mən bunları riyaziyyatdan bildiyim çarpaz vurma qaydasından istifadə edirəm. Çarpaz vurma. Bunu bunun sürətinə, bunun da sürətini bunun məxrəcinə vururam. Belə olan halda mən alacağım nə? 4n bərabərdir. Baxın 4n bərabərdir. Bu 7-ni də baxın buradan yazıram. 7-ni də n çıxaq 6-ya vuranda, n çıxaq 6-ya vuranda bərabərdir. Tək-tək vururam. 7-ni n-ə vururam. Olur 7n. Aradakı çıxaq qalır yerində. Təzə 7-ni də 6-ya vururam. Edir 42. Yəni 7n çıxaq 42 edir. Ona görə 7-ni də n çıxaq 6-ya vurmaq, burada 7n çıxılsın 42 yazmaq deməkdir. Hə, bu da dediyim kimi adi riyaziyyat məsələsi tənliyidir. Və bunu da həll edən zaman necə həll edirik? Deməli, burada da yenə dəyişənləri bir tərəfə, ədədləri bir tərəfə yığıram. Bəli. O kənarda 7 vuraq n çıxaq 6. Onu bir də təkrar deyin görək. Deməli, biz bu 7-ni vurmalıyıq, çarpaz vururuq da n çıxaq 6-ya, düzdürmü? Məqsədim buydu. Bunu da belə vuranda elə, bax bu mörtəzənin kənarındakı bu ədədi, mörtəzənin içərisindəki ədədlərin hər birinə tək-tək vururam. Və 7-ni tək-tək n-ə də vururam, 6-ya da vururam. Tək-tək hər ikisinə vurmalıyam. Ona görə də, bax bu n-dir də, bunu pis yazdım da təzəz yazdım. Hə, deməli 7-ni 7-ni n-ə vursam 7n düşür. Bəli, çıxaq öz yerində qalır. Sonra da 7-ni 6-ya vururam, bu da 42 eləyir. Bəli, 7n çıxaq 42 eləyir. Hə, onu da bu çarpaza görə gətirəm və bunun yanından yazıram. Çünki burada bu tənasibdə bərabər öz yerindədir. Bir kəsrin sürətini digəri məxrəcinə, digərinə sürətini digəri məxrəcinə vurub, araya bərabər qoyub, bunları belə yaza bilirik. Və bu tənliyi həll edən zaman dediyim kimi dəyişənli ifadələri bir tərəfə, dəyişənli ifadələr yəni yanında n olan, x olan, bax belə də dəyişənli ifadələri bərabərliyin bir tərəfinə, tək ədədə də bərabərin digər tərəfində saxlayıram. Belə ki, məsələn 4n yerindədir, düzdürmü? 7-nin işarəsi burada müsbətdir, düzdür? Bərabərliyin digər tərəfinə keçən mənfi olur. Çıxaq 7n qalır, bərabərdir 42-nin də qarşısında mənfi var deyil, burada da mənfi 42 olur. Sonra, baxın, bir mənfi, bir müsbət olanda biz nə edirdik? Yazmışdım, nəsə yadınızdadır. Bir mənfi, bir müsbət olanda qayda necə idi? Toplayıb çıxan zaman. Bərabərləşdirirdik. Yox, bərabərləşdirmirdik. Əgər biri mənfidirsə, biri müsbətdirsə, çoxdan azı çıxıb, çoxun işarəsini yazırıq. Həcə gəlir. Mənfi müsbət. 7-dən 4-ü çıxardır. Eləyir 3, düzdürmü? 3n. Bəli. Amma çox olan 7-nin işarəsi mənfi olduğuna görə bu mənfi 3n eləyir. Düzdür? Mənfi. Bəli, çox hansıdırsa onun işarəsini götürəm də, mənfi 3n edir burada. Mənfi 3n bərabərdir, mənfi 42. Buradan da n bərabərdir və buradan da. Deməli, n bərabərdir, necə edirəm? Bax, bu n-i tapanda bərabərliyin bu tərəfindəki mənfi 42 sürətdə olur. N-in öz yanındakı da məxrəcə düşür, mənfi 3. Mənfiyə böləndə cavab necə olur? Mənfi olur, yoxsa müsbət olur? Müsbət. Bəli, müsbət olur. Onda elə 42-ni 3-ə bölsək, biz doğru cavab alarıq, düzdürmü? Bəli. Aha, 42-ni 3-ə böləndə necə düşür? 14. Düzdür? Bəli, cavabımız olur 14, müsbət 14. İndi biz n-ə 14 aldıq. İndi bizə hələ nə deyir? Bizə deyir ki, ilkin təsviri rənglər palitrasında ən çoxu neçə rəng olduğunu, ən çoxu sözünə görə mən demişəm sizə, əgər ən çoxu deyirsə, maksimum deyirsə, hətta rəng, bəli, böyük n tapıram. Deməli, böyük n bərabərdir, 2 üstündə n düsturuna əsasən, n-in qiyməti olan 14-ü n-in yerinə yazsam, 2 üstündə 14 olur. Demək, cavabımız bizim D variantıdır, 2 üstündə 14. Mənim abdə yaxşı orada 2 üstü n yazdı da, kiçik n-dir, elə. Onda onun qüvvətlə istəmir, eləmi? Bizə onun qüvvətini istəyir. Cavabımız ona görə 2 üstündə 14 olur. Çünki 14-ü məsələn 16 min kəsərləri yazmıyor.
68'e baxın, variantlara baxın. Görürsünüz eləcə Hə, variant yoxdur onda hə. elə. Elə 214 şəklində saxlayıb da. Əgər yazsa da Variant. 16384, hə, biz onu Hə, yazarıq cavaba. aydın. Hı hı. Qəliz tamam. Qəlizdir, bəli, bu qəlizdir, elə asan deyil. Yəni bunu abituriyentlər də bunu yazanda çətinlik çəkirlər. Digər müəllimlərdə də olur bu çətinlik. Elə asan məsələ tipi deyil yəni ki. Bəs izah edə bilərikmi? Demək, filan qrafik redaktorundan istifadə edərək 7 megabayt həcmə malik qrafik təsvir palikasındakı rənglərin sayını 64 dəfə azaltdı. Hı hı. Biz ondan web bərabərlik 7 megabayt yazırıq. Hı hı. Ondan sonra bizdən buradan 64 dəfə azaldı sözünü deyəndə bölürük böyük eni 64-də. Bərabərdir 2n və 2/6 yazırıq. 64-də qüvvət 2/6, Evet. n'in də 2n yazılır. Bərabərdir. Biz burada böləndə çıxdığımıza görə 2n-dən 6-nı çıxırıq. Hı hı. Aha, bu da qalır 2n çıxaq 6. Hı hı. Davamımız qaldı 2n çıxaq 6. Biz yuxarıda yazmışdıq ki, v bərabərdir 7 megabayt düzdür. Hı hı. 7 megabaytla dördü hardan aldıq ay müəllimə? Çünki bizə deyirdi ki, bu zaman, yəni bu dəyişiklikdən sonra qrafik təsvirin informasiya həcmi 3 megabayt azalır. Yəni 7 megabaytı da 3 megabaytı çıxdıq, aldıq 4 megabayt. Hə, Bu da burada çıxmışıq. 7 megabaytdan, aha, demək 7 megabaytdan da buradakı 3 megabaytı çıxdım, qaldı 4 megabayt. Hı hı. 4 megabayt, yuxarıda da aldığımız var, HAB yazırıq, bir də 2n çıxaq 6-nı yazırıq. Buradan da bölürük, 7 ilə 4-ü bölürük və bərabərlik sonundakılar da bölünür. Hı hı. Demək, 7 4-ə bölünür, sonra AB n-ə bölünür. Yox, AB vuraq n, sonra da AB vuraq n çıxaq 6-ya bölünür. Bunlar da tərəf-tərəflər. Aha, 7 ilə biz AB çıxaq n çıxaq 6, sonra da 4 ilə də AB. Aha. Sonra buradan davamı da aşağıdadır. Aha. Hə, sonra buradan belə yazırıq 4n bərabər, çünki axı burada eləcə 4n qalmışdır. Aha. 4n ilə bərabərdir 7n çıxaq 42. Bəli. Aha, burada da dediniz ki, əgər müsbət olansa mənfiyə keçir. 4n çıxaq 7n çıxaq 42. Burada 7-nin qabağındakı müsbətdir. Bərabərliyin bu tərəfinə keçəndə isə mənfi olur. Bəli. Bu da edir 4n çıxaq 7n bərabərdir mənfi 42. Bəli. Çünki orada mənfi oldu ona görə 42. Aha. Sonra da bərabər 4-dən də mən 3n hardan aldım onu da sizə deyin görüm. Bax 4-dən 7-nə çıxdı, düzdür. Burada da birinin işarəsi mənfidir, birinin işarəsi müsbətdir, düzdürmü? 4 çıxaq 7-də.
Biz belə olan halda çox hansıdırsa 7 çoxdur da, düzümü? Çoxdan azı Bəli, çıxırıq, 7-dən 4-ü çıxırıq, düzümü? Qalır da 3. bəli. Və Hə, çoxun hə, işarəsi bunu nədirsə onu bu yazırıq. Bəli. hə, demək 7-dən 4 çıxanda 3 n qaldı. Bu da bərabərdir. Mənfi 42 yazırıq. Hı hı. Sonra da n bərabərdir mənfi 42-ni. Axı bu da mənfidir, 3 də mənfidir. Hı hı. Bölürük, mənfi ilə mənfi də olur 42-dən də 42 də 3-ə böləndə 14. O da olur müsbət 14. Aha, 2 mənfini bölündə müsbət verəcək, bəli. N də bərabərdir 2 üstü n. Yəni n də bərabərdir 2 üstü 14. Bəli. Yəni əslində bu dediyim kimi, yəni o qədər də asan məsələ tipi deyil. Bunu yəni başa düşmək üçün gərək bunu özünüz təkrar-təkrar işləyəsiniz, videoya təkrar-təkrar baxasınız. Yəni bir dəfə mən deməklə, bir dəfə də siz deməklə bu sizin hələ ki tam bunu öyrənə bilmərsiniz. Gərək yəni vaxt eləyəsiniz, arada yenə də qayıdıb işləyəsiniz bunları. Həcm aylarında Aha. çox qarışıqdır. Hə, asan da deyil. Bu 68 nömrəli testidir. Aha, keçən indi 64 9-a. Yazmısınız 69-u müəllimə? Hə, yazmışam. Amma bilmirəm, düz yazmışam, səhv yazmışam. O sizin qərarınız olur. Deyin görək. RGB kodlaşdırmanın sistemində olan 1024-512 ölçülü təsirin informasiya hədinə bərabər olan sevinci sistemində kodlaşdırılmış təsvirdə neçə piksel vardır? Aha. Mənim B bərabərdir A vuraq B vuraq N, üstü öz yerində. Aha. Biz burada RGB dedi də, siz də demişdiniz ki, RGB 3'dür. Düzdür, 1, 2, 3 dənə. 3 Mən onda dedim, Aha, 3 bayt və 24 bitdi də. Aha. hə, burada da deyib kodlaşdırılma sistemində Hı hı. İstəməm təsvirin informasiya hədini. Aha, burada B-ni yazıram, B bərabərdir. Aha. A-nı da verib, B-ni də verib. Bəli. 3 də 3 vururam, bax RGB-nin kimi. 3'ü vururam 124'ə, vururam 512'yə. Hı hı. 512'yə. 3 nəylədir müəllimə? 3 hansı vahidləndir? 3 2 üstü 8-lə. Bir demək, ölçü vahidi nədir? Bitdi, baytdır. Bitlə. Bitlə. Bitlə yoxsa baytla? Enimiz bit deyil, müəllimə. Elimiz bit deyə olmalı. Sadəcə olaraq bizdə RGB kodlaşması deyəndə Bayt. Çünki bu özü burada- 24 bitdir. 24 bitdir. RGB 24 bitlikdir əslində. Siz onu baytla yazmaq istəyirsinizsə, o zaman 24'ü 8'ə bölürsünüz. Yəni bitdən bayta keçirsiniz. Bu sizə verir 3 bayt. Ona görə 3 bayti götürərsiniz. Yoxsa 24 bit götürə bilərdiniz. mən bu N-ə görə nəzərdə tutmuşdum. Bildim. N-ə görə biz bitdi. Amma 24 bitdi. Yəni RGB deyən kimi biz 24 bit götürürük. Avtomatik 24 bit. Bunu keçmişik də. Bu 24 bitdi. Aha. Yox, əgər baytla yazmaq istəyirsinizsə, bu zaman 24'ü 8'ə bölərəm. Çünki bitdən bayta keçəni 8'ə bölürəm. Bu zaman 3 bayt verir Bu bizə. elə bir onda 3 vurdum mən 20-24'ə. Sonra vurdum 512'yə. Aha. Sonra da qüvvətlərlə yazdım. 3 öz yerində qaldı. Hı hı. 3 vurdum 2 üstü 10, vurdum 2 üstü 5, bərabərdir. 3 də vurdum 2 üstü 19. Hı hı. 3 bölək 2 üstündə 19. Bu sizə nə iləndir bu ifadə? Sizdə baytlandır. Baytlandı, bəli. Aha. Sonra nə eləmisiniz? Sonra burada bax SMK, hədə SMK. SMYK. Aha. SMK. Simik də deyirlər buna, simik. Hı hı. Kodlaşdırma təsiri. Burada da 32 deyil müəllimə. Bəli, 32. 4 bayt. 32 bit, 4 bayt. Bəli. 32 deyil. Bu da 4 bayt. Aha. Buradan da yenə mən elə bil ki 4'ü vurmuşam A və B-yə bərabər. Necə? Bəli, düzdür. Ay sağ olayım. Aha. Hə. Sonra da bu sonda aldığım qiymət var. Vurdum
19. Bəli. Bərabərdə onu yazdım. Ay sağ olun. Düzdür. 3 var 2 üstündə 19. Düz yazmışsınız. Aha. Buradan bir də AB-ni tapmışsınız da sadəcə. A, B bərabərdir. Aha. Bu bərabərdə sonunda olan həmçinin sürətdə yazılır. Bəli, bəli. 3 vururam 219-a. Bu 2'nin, bu 4'ü də 2'nin qüvvəti kimi götürdüm. 202 ilə Bəli, mənlə. bəli. Bu da 19'dan da 2 çıxdım. 3 vuraq 217 aldım. Variant da E variantı. Bəli, tamamilə doğru yazmışsınız. Düzdür. Hə, 70'e baxaq. yazmamışım. Buradan belə ümumiyyətlə yazmışsınızmı, yoxsa ümumiyyətlə heç birini yazmışsınız? Yazmışam var. Müəllimə. Uşaq kimi harda hasatlar var onlara qaçacaq. Ev yoxdur. Tamam. 75, 75, 76, 77, 78 bak bunlar. Aha. Ev yoxdur. Onda 70'i mən də izah edeyim sizə. Bir dəfə siz baxın. Harda hasatlar var oraya qaçacaq. Aha, baxaq 70'e. Deyir ki, 129 səhifəlik sənədin cüt nömrəli səhifələrinin hər birində mətn informasiyası var. Tək nömrəli səhifələrin hər birində isə şəkil var. Deməli, yenə baxın, biz yenə V qrafik təsvir bərabərdir ayrı tapmalıyıq. V mətn bərabərdir ayrı tapmalıyıq. Sonra sənədin informasiya həcmini müəyyən edin deyirsə, sonra bunları biri toplamalıyıq. Yəni, V qrafik təsvir üstə gəlsin, V mətn bərabərdir ümumi həcm verər bizə. Bax, bu formalı hesablamalıyıq. Sənəd özü də 129 səhifəlikdir. Amma bunun cüt nömrəli səhifələrində var mətn informasiyası. Yəni, bu 129 səhifəlik sənədin neçə səhifəsi cütdür, neçə səhifəsi təkdir. Bunu tapmalıyıq. Mən bilirəm ki, 129, elə bir ki, 128, 64, 64-dürsə əgər, yəni 64 üstə gələ 64, 128 verirsə, 129 da ondan bir artıqdır da. Deməli, 65 üstə gəlsin, 64 bizə 129 verər. Düzdür? 64-dən 65. Bəli, bəli. Yəni ki, 128, 64, 64-dürsə, 129 ondan bir vayda artıqdırsa, deməli, bu 65, 64-dür də. Amma, bu 129 özü, belə deyim də, yəni təklə bitdiyinə görə, burada, necə deyim, çox olanda tək səhifələrdir. Aydındır? Deməli, bunun 129 səhifəli sənədin 65-i təkdir, 64-ü də cütdür. Bəli. Çünki özü, baxın, təklə bitdiyinə görə, bunun da çox olanı təkə qalır. Aydındır? Çox olanı təkdir, az olanı cütə götürürük. Deməli, 129 səhifəlik sənədin 65 dənə tək səhifəsi var, 64 dənə cüt səhifəsi var. İndi bizə deyir ki, bu sənədin cüt nömrəli səhifələrin hər birində mətn var. Yəni, 64 dənəsində mətn var. Onu da gəlib yazıram, bax, buradan. Mətn informasiyası buydu da, 64 vurulsun. Nə vardı buradan? Deməli, hər birində 128 simvol olmaqla, buradan 128 simvola, bir də 64 simvolu əlifbada kodlaşdırılmış mətn deyir. 64 ay, 206 yəni 6 bitə vururam, bəli. Bunu da vurdum 6 bitə, düzdürmü? Bu bizdə olduğu şeylə, cüt nömrəli, yəni V mətn. İndi ki, tək nömrəli səhifələri, tək nömrəli demişdik ki, 65 dənədə, düzdürmü? Baxın, 65 dənədə isə hər birində informasiya həcmi 256 vurulsun, 2 üstündə 10 bit olan qrafik təsvir var. Birbaşa yazıram bura, vururam 256 vurulsun, 2 üstündə 10 bit olan qrafik təsvir var. Sənədin ümumi informasiya həcmi istəyir. Ümumi həcmdə bunların olacaqdır, ümumi cəmlər olacaqdır, değil mi? Və mən baxıram ki, cavablarda kilobaytla da cavab var, bitlə də cavab var. Amma bitlə cavab biraz böyük olduğuna görə, hələ ki, bunu kilobayta gətirək, lazım olarsa yenə də bitə qaydarıq, amma cavab kilobaytla olacaq, çox demək ki. İndi hər ikisi bitləndir. Bitdən kilobayta keçmək üçün neyinirəm? Bölürəm 2 üstündə 13-ə, düzdürmü? Bunu da 2 üstündə 13-ə bölürəm, bax, bərabərdir. Bu mətn informasiyasını bitlə saxlamışdım da, bunu da bölürəm 2 üstündə 13-ə, bərabərdir. Bax, 2-nin qüvvətlərini yazaq. 65 öz yerində qalır. Qalsın. 256, 208, düzdürmü? 208, 210. Elədimi 2 üstündə 18. Aşağıda da var 2 üstündə 13, düzdür? Bərabərdir. 65 yenə öz yerində qalır. 18-dən 13 çıxanda. 18-dən 13 çıxanda. 8-dən 3 çıxanda. 5. 5, 15-ə 15. Hə, 5. 18-dən 13 çıxanda. Hə, eləcə 5. Eləcə 5. Yəni 2 üstündə 5.
Bəli, bu da bərabərdir. 65 vurulsun. 2 üstü 5 32-dir. 32. Bəli, 65-i eləcə vuram 32-yə. Əlbəttə ki, bu cavablar bizdə kilobaytla olacaqdır da. 65-i 32-yə vursaq, nə eləyəcək? Bir dənə kalkulatorla vuraqlar. 130. 130. Hə. Hə, oldu 130 kilobayt. Tamam. İndi bu ifadə də bayaqlar burada yazmışam, yarımçıq qalıbda, düzdürmü? Bu da bitlə idi. Bunu da kilobayta keçirmək üçün 2 üstü 13-ə bölmüşdüm, düzdür? Gəlin bunu da 2-nin qüvvətlərindən yazaq. 64 2 üstündə 6-dır, 128 2 üstü 7-dir. 6-nın özünü də laf 3 vıraq 2 kimi yazıram. Aşağıda da var 2 üstündə 13. Bərabərdir. 2 üstündə 13-də bu. Deməli 6, 7, 2 üstü 13 edir, düzdürmü? 2 üstü 13-lə, elə bax bu 2 üstü 13 bütöv gedir. Heç burada heç nə qalmır. Burada heç nə qalmır. Elə 3 vıraq 2 idi də, bu 6 idi də. Mən onu xırdalamışdım. Elə 6 qalır. Elə 6 qalır. Oldu 6 kilobayt burada. Məncə bu 65 32-yə düzgün vurmadıq müəllimə. Bir dənə mən burada kalkulatorla vurum. 2 dəqiqə. 65-i vururam 32-yə. Hə, bu bizə Yox, 2080 et. Bəli. Mən səhv deyim. Bəli, 2080 edir. Çünki elə kiçik rəqəm alınmazdı. Hə. Aha. Oldu burada 2080 düzdürmü? 2080 kilobayt burada almışıq. 6 kilobayt da burada aldıq. Sənədin informasiya həcmi dediyinə görə mən 2080 ilə də 6-nı toplayıram. Olur 2086. Baxın 2080. 86. Bəli, 6 gəlirəm. Olur 2086 kilobayt cavabım olur nə C variantı. Başa düşdük bunu. Hə müəllimə, bunu başa düşdük. Hərci variantında var variant. Bəli, bu da o bir məsələ kimidir də demək. Aha. 129 səhifəlik sənədin cüt nömrəli səhifələrin hər birində 128 simvol olmaqla 64 simvol əlifba kodlaşdırılmış mətn. Tək nömrəli səhifələrin hər birindən isə informasiya hərfi 156 qrafik stombik olan qrafik təsviri vardır. Burada dedik ki 129 cüt nömrəli, sənədin cüt nömrəli səhifələri. Onda birini 65 eləməliyik. 65-in üstə 65 gələndə daha çox eləyik. 65 birini yaza bilərik, birinə də 64 yaza bilərik. Çoxa tək veririk 65, aza isə cüt veririk 64. 64-də cüt veririk. Demək biz birinci yazırıq. B qrafik təsviri bərabərdir. Aldığımız o tək ədədi 65-i vururam 256-ya və vururam 256-lara 212-ə. Onu elə yazdım. Sonra biz bitdən kilobayta keçirik. Bölü 213-ə. Sonra bərabərdir. 65 öz yerində qaldı. Öz yerində qaldı. 8, o da 10, 18. 256 8'dir, 14'da gelir 218. 218'den de 18'den 13 çıkanda kalır 5. 5. Beraberdir 65. 65. Bu da 65'de vururam 65'in qüvvəti də 32'dir. 65'i də vururam 32'ye 2080 kilobayt oldu. Bu qaldı öz yerində qrafda. Təzdən bizdə mətnin tək nömrəli səhifələri. İndi biz buradan B bərabər B mətni, yəni bərabərdir 64. İndə burada cüt olanı 64'ü vururam 128'ə simvol olmaqla deyir. Sonra deyirsə 60. Azalmışıq sənə. Biraz səbirlə bitiririk. 128 simvol olmaqla 64 simvol. Bu 128 öz yerində qalır. Bizdə isə 64 simvol deyil. Ay nəyəcəm. 64 dediyinə biz 206 nəzərdə tuturuq və 6'nın özünü yazıram. 128 vuran 6 1. Burada da yenə bitdən kilobayta keçən 213. 213
E, buradan da Allah ne bilir. 2 üstü 13. Aha 64 öz yerində qalır. Yox, qalmır burada. Burada müəllimə siz 64 2 üstü qüvvətlə yazmışsınız. Bəli, 2 üstü 6, 2 üstü 7. Bəs yaxşı, onda niyə yuxarıda da yazmadıq müəllimə? Yazmışıq da, hansında? Qrafik təsvirdə. Burada 65 idi də, 65-i 2-nin qüvvət şəklini... Böyük olduğuna görə, hə. Hə, 2-nin qüvvəti deyil, ona görə. Hə, hə. Olar sən gedib otursan, sən sana məsələ verirəm. Hə? Azalmışıq Mədirəm, amma gəlir indi. Az qalıb, gözlə. 64-ün də qüvvəti 2 üstü 6-dır. Vururam 2 üstü 7-yə. Hə. Bəs 32 hardan gəldi ay müəllimə? 32 deyiləm müəllimə. Əslində o 6-dır. Mən onu elə bildim ki, bizə lazımdır. Əslində lazım olmadı deyə. Heç də onu belə 6 kimi də saxlayaq. Vuram 6-ya. Elə 6 yerində qalsın. Hə, 6-nın özü, onda qüvvətlə vermədiniz də 6-nı. Hə, siz niyə vermədim? Çünki baxın 2 Çox üstü, eləyirəm. hə, 2 üstü 6 ilə 2 üstü 7 bizə nə verəcək? 2 üstündə 13 verir də, düzdürmü? 6 ilə 7 toplayanda 13 eləyir, düzdür? Bəli. Məxrəcdə elə 2 üstü 13 var da. Bunlar 2 üstü 13, 2 üstü 13. Eyni olduğuna görə bunlar elə ixtisar olunur, gedirlər. Hə, onlar gedirlər, heç nə qalmır yerdə. Onda burada 13 Bir eləyirsə qalır. birində altında üstü 1-dir. Elə Olur 6-da 14. yox, yox, yox. 6 elə 6-dır da. Bu 2 üstü 13'lər getdi, yerdə qaldı 1-dir. Sən eləmişsin, aydındır. Sən İxtisar olunur, gedirlər. Eyni olurdu da. 1. 1-i də 6-ya vursam elə 6 eləyir. Cavab elə 6 qalır. Yəni bunlar ixtisar olundu, getdi. 7 sadəcə 6-nın özü qaldı. Buradan da təzədən birinci cavabımızı, qrafik təsvirin cavabınla mətn cavabını toplayırıq. Bəli. 2800 kilobayt. Həli. Belə. Yaxşı müəllimə, onda biz hələ ki dayandıraq. 2 dəqiqə.